Dəyişən cəryan dövrəsində kondensator. Deməli, bunu testlərin izahına baxırıq. 1. Yalnız kondensator qoşulmuş dəyişən cəryan dövrəsinə tutum müqaviməti xüsusi olarsa, dövrə sistemə cəryan şiddətinin təsir edici qiyməti hansı ifadə ilə təyin olunar? Cəryan şiddətinin təsir edici qiyməti soruşulur. I bərabərdir, bilirik ki, U bölünsün. İ'n bərabər, daha doğrusu UN bölü XC-dir. Deməli, bizdən təsir edici qiymət soruşur. Elə burada deməli i-nin yerinə i-n bölü kökdəki, u-nun yerinə u-n bölü kökdəki qoysaq, u bölü xc ifadəsini almış olaraq deməli. Üçüncü sual dəyişən cəryan dövrəsində tutum müqaviməti. Tutum müqaviməti 1 bölü omega c-dir. Xc bərabərdir. Düsturda hazır. Omega c. D variantı olacaq. Beşinci sual xc-nin c-dən asılı qrafikini istəyir. 1 bölü omega c-yə görə c-dən tərs asılıdır. Yəni hiperbola A-dandır. Yedinci sual dəyişən cəryan tutum müqavimətini soruşur. Xc bərabərdir 1 bölü omega c. Omeganın da açılıq 2 pi nü c. Yəni Y variantı. 9-cu sual dəyişən cəryan dövrdə yalnız kondensator olan halda cəryan şiddətinin rəqsləri demişdik ki, deməli Y gərginlik rəqslərini pi bölü 2 qədər fazlaca qabaqlamışdı. Yadınıza gəlirsə, onun T'dən asılı qrafiki bu şəkildə idi. Dərsi bir daha oxusaz yadınıza tam düşəcək. İ'nin T'dən asılı qrafikini isə mənfi sinusoid vermişdi və mən bunları bir qrafikdə cəmləmişdim, göstərmişdim sizə ki, deməli burada i qrafikini almaq istəyiriksə, onun o qrafikin üzərində deməli i'ni buradan başlatmalıyıq. Deməli, həqiqətən mənfi sinusoid olması üçün i bura sürüşməlidir. Burada bu qədər, yəni pi bölü 2 qədər qabaqlama var. Yəni, gərginlik rəqslərini, cəryan rəqsləri pi bölü 2 qədər qabaqlayır. Y variantı. 11-ci sual. Kondensatorun dəyişən elektrik cəryanı göstərdiyi müqavimət necə adlanır? Tutum müqaviməti. Kondensator varsa tutum. C variantı. Gəldik növbəti suala. 13. Sabit tezlikli dəyişən cəryan dövrəsinə qoşulmuş kondensatorun tutmuş dəfə artanda cəryan şiddətinin amplitude qiyməti necə dəyişər? İ'n bərabərdir U-n bölü XC-dir. Sonra XC-ni açırıq çünki tutum, elektrik tutumunu istəyir bizdən. XC-ni də düsturu 1 bölü omega C-dir. C qalxır yuxarı, olur U-m omega C. Deməli, gərginlik sabit, tezlik sabit. İ'm C ilə düz asılıdır. 3 dəfə artanda 3 dəfə artacaq. Yəni, Y variantı. 15-ci sual. 1 bölü 2 pi nü XC ifadəsi hansı kəmiyyət təyin olunur? 2 pi nü omegadır. XC də 1 bölü omega C-dir. Bunu da yerinə 1 bölü omega C qoysam, omegalar gedər, C qalxar yuxarı. Bu olacaq elektrik tutumu Y variantı. 17-ci sual. XC-nin T'dən asılı qrafiki verilib bizə. Deyir ki, ifadələrdən hansı alfa bucağının tangensinə uyğun? Tangens alfa bilirik ki, alfa bucağının qarşıdakı katetin, yəni XC-nin kiçik katete, yəni T-yə nisbətidir. XC bölü T-dir. XC-nin açılışını bilirik 1 bölü omega C, T. Omeganı da açırıq 1 böl omega 2 pi böl T'dir. Düsturdur. Vur T. T'lər gedir, qalır 1 böl 2 pi C. Yəni A variantı olacaq. 19-cu sualla davam edirik. C tutumlu kondensatordan axan cəryan şiddətinin amplitude qiymətinin dövrü tezlikdən asılılığını. Deməli, düsturu yazırıq. İ'n bərabərdir U-n böl XC. XC-ni açırıq 1 böl omega C. Omega qalxır yuxarı, olur omega, o da 2 pi nü daxı. 2 pi nü C. Deməli, İ'm nüdən necə asılıdır? Düz asılıdır. A variantı olacaq. 10 neçə idi? 19 A. Gəldik 21-ci suala. Deyir ki, tutumları eyni olan, elektrik tutumları eyni olan C sabit, C const. 2 kondensator gərginlikləri U bərabərdir 10 kosinus 50 pt, U2 bərabər 400 kosinus 100 pt qanunu ilə dəyişən müxtəlif mənbələri qoşulmuşdur. Kondensatorların tutum müqaviməti. Tutum müqaviməti nədən asılıdır? 1 böl omega C-yə görə asılıdır C-dən və omegadan. Omeganı da açırıq, daha doğrusu açmırıq. Burada elə var qiymətləri, oradan götürürük. XC sabitdir, qalır omega ilə tərs asılır. Omegalara baxırıq burada. Biri 50 pi-dir, digəri isə 100 pi-dir. Hansı çoxdur? İkinci birincidən 2 dəfə çoxdursa, o da tərs asıldığına görə o da belə çıxır ki, birinci ikincidən 2 dəfə çox olacaq. XC1, 2-dən XC2 olacaq. Siz bunu nisbət şəklində də yaza bilərsiniz. Deməli, necə? Qoyun onu da izah verim. Deməli, XC1-in XC2-yə nisbəti bərabərdir omega 2-nin omega 1-ə nisbəti. XC1-in yenə XC2-yə nisbəti omega 2, yəni 100 pi-nin 50 pi-yə nisbətinə. Gedir, ixtisar 2 qalır. Alınan cavab nəticə olacaq. XC1 bərabərdir 2, XC2, yəni B variantı. Sonra 24-cü suala baxırıq, daha doğrusu 23-cü suala baxırıq. Yalnız kondensator qoşulmuş
Değişen cəryan dövrəsinin cəryan işlədildiyi zaman rəqslərin zaman asılı qrafik verilmişdir. Qrafikin hansı nöqtələrinə uyğun zaman anda kondensatorda gərginlik sıfıra bərabər olur. Biz dedik ki, cəryan rəqsləri ilə gərgin rəqsləri kondensator qoşulmuş dövrədə əks faza rəqs edir. Yəni gərginin sıfır olması üçün I maksimum olmalıdır. Əks faza bu deməkdir. I maksimum olan 2 və 4'dür. Yəni 2 və 4 C variantı. 23 idi bu. 25'ə baxırıq. 23'də deyir ki, yalnız sabit tutumlu, yəni C konstant. Deməli, dövrədə kondensator qoşulmuş dövrədə dəyişən cəryan şiddətinin zaman asılı qrafiki verilmişdir. Qrafikin hansı nöqtələrinə uyğun zamanda kondensator gərginlik modulu maksimumdur. Bayaqki testdəndir. Onun indi maksimumunu istəyir. O maksimum olması üçün I 0 olmalıdır. I-nin 0 olduğu nöqtə 2 və 4'dür. Yəni B variantı. Sonra 27'ye keçirik. 27'də nə deyir bizə? Deyir ki, deməli, dəyişən cəryan dövrəsinə qoşulmuş kondensator arası gərgin zaman asılı qrafik verilmişdir. Cəryan şiddətinin 0. Cəryan şiddətinin 0 olması üçün o maksimum olmalıdır. Yenə də 2 və 4'dür D variantı. Deməli, 27. Gəldik 29'a. 29'da nə deyir? Uyğunlaşmadır. Deyir ki, aktiv müqavimətli nəzərə alınmayan bir dəqiqə. Bəli, aktiv müqavimət nəzərə alınmayan deməli, sarğac qoşulmuş dəyişən cəryan dövrəsi və kondensator qoşulmuş dəyişən cəryan dövrəsi Eyler-Venn diaqramı göstərilmişdir. İstilik ayrılmır. Biz dedik ki, aktiv müqavimətli dövrədə bir dənə yalnız aktiv müqavimətli dövrədə istilik ayrılır. Həm sarğac, həm kondensator qoşulmuş dövrədə isə istilik ayrılmır. Ona görə də 1 ortaya gedəcək 3'ə. 3'ə 1 olan 4 dənə variant var. Y variantı çıxır. Yeni avtomatik çıxırıq. Y getdim. Aha, devam edirik. Sonra deməli, cəryan şiddətinin rəqsləri gərgin rəqslərinin fazaca pi bölü 2 qədər geri qalır. Cəryan şiddətinin rəqsləri kondensator qoşulmuş dövrədə qabaqlamışdı. Deməli, geri qalırsa onda deməli, ortaya mən 1 seçdim. Gəlin 1 yazaq hələ ki. 1. Onda 1'ə 2 gedəcək. Yəni, sarğac qoşulmuş dövrədə cəryan rəqsləri geri qalacaq. Bir də orta güc 0 olur. Yadınızda saxlayın. Hər ikisində istilik ayrılmırsa, biz bilirik ki, P-də Q bölü T-yi daxı. Əgər bu 0'dırsa, deməli, güc də 0'a gedəcək. Ona görə də 1 və 3 ortaya gedəcək. 1 və 3 ortaya gedən variant yalnız C-dədir, amma digər variantlara da baxırıq. Cəryan şiddətinin təsir edici qiymətdə dəyişən cəryanın tezliyinin düzümü tənasib asılıdır. I-nin düsturu deməli belədir. U böl XC kondensator qoşulmuş dövrə üçün. X-in də açılır 1 böl omega C. Omega qalxır yuxarı. Omega da açılır 2 pi nü kimi. Olur U 2 pi nü C. Deməli, tezlikdən düz asılıdır harda? Kondensator qoşulmuş dövrədə. Deməli, onda 4 gedəcək 2'yə. Cəryan şiddətinin təsir edici qiyməti dəyişən cəryan tezliyinin tərs asılıdır. Bu da sarğac qoşulmuş dövrə üçündür. Çünki UN böl XL, XL də omega L idi. Omega da 2 pi nüdür. Buna görə də 5 də gedəcək. Deməli, bura 1'ə. 2, 5, 1, 3, 4. 2, 5, 1, 3, 4. Doğrudur. C variantı. Gəldik 30-cu suala da baxaq. Biraz fərqlidir. 30. 3 eyni kondensator sxemdə göstərildik. Sxemdəki kimi dəyişən cəryan dövrəsinə qoşulmuşdur. A1 ampermetrin göstərişi I olarsa, yəni buranın göstərişi I-dirsə, A2'ni soruşur. Bir də A3 ampermetrin göstərişlərini soruşacaq. Deməli, kondensator qoşulmuş dövrə üçün ohm qanunu yazıram. Yenə də UN böl I bərabərdir UN böl XC. Əslində ampermetrin göstərişi deyirsə I bərabərdir yazsaq daha yaxşı olar. I bərabərdir U böl XC. Yazmayaq bunları. I bərabərdir U böl XC yazaq. I bərabərdir U böl XC. XC də 1 böl omega C'dir. Omega C qalxır yuxarı. Mən bunu hər dəfə belə yazmayayım. Dəqiqə. Olur U vurulsun omega C. C ilə I düz asılıdır. Yəni, burada ardıcıl birləşmə görürük. Ardıcıl birləşmədə ümumi tutum necə təyin olunurdu? C ardıcıldır. Birini götürüb sayına bölürdük. C bölü 2. C bölü 2'ye uyğun cəryan İ'dirsə, burada isə C'dir. Tutum C bölü 2 idi, oldu C. C'ye uyğun onda cəryan olacaq 2. Çünki düz asılıdır. Tutum 2 dəfə artdısa, demək cəryan da 2 dəfə artmalıdır, 2 olacaq. A3 ampermetri isə buradan gələn cəryanı burada paylaşdırıb. Ona görə də bura 2 veribsə, burada I veribsə,
Onda bunun özü nə qədər imiş? 3 imiş. Deməli A3-ə 3-i, A3-ə 3-i, A2 isə 2-i, Y variantı. 30Y. Növbəti suala keçək. 31. 31, yəni əslində özünüz yazsanız daha yaxşı olar. Burada seçim eləmək lazımdır. Buna baxarsınız. 32-ci sual demirəm, 33-ə keçirəm. Çünki bunlar sadə suallardır. Özünüz baxıb müəyyənləşdirəcəyiniz suallardır. Biraz düşünməyiniz üçün onları verirəm özünüzə. 33-cü sualda dəyişən cərəyan dövrəsinə qoşulmuş kondensatorda gərginliyin zaman asılı qrafiki verilmişdir. Cərəyan şiddətinin deməli zamandan asılı qrafikini soruşur. Biz dedik ki, cərəyan şiddəti gərginlik rəqslərini pi/2 qədər qabaqlayır. Kondensator qoşulmuş dövrədə pi/2 qədər qabaqlayırsa, gətirək pi/2 qədər qabağa sürüşdürək bunu. Onda olacaq nə? Mənfi sinusoid. Yəni A bəndi. 33. Keçirik 35-ə. 35-də onlandır yazmırıq. 37. 36 biraz fərqli görsənir. Yazaq. 36-nı yazaq. 37-yə də baxarıq. Deməli, burada nə istəyir bizdən? Deyir, elektrik tutumu verilib. C verilib bizə 5 mikrofarad. Çevirək. 5 10⁻6 farad olacaq. Bizə verilən deyir, gərginliyin zamanı asılı qrafiki verilmişdir. Davam edirik. Deməli, tutum verilib bizə. Deyir ki, gərginliyin zamanla asılı qrafiki verilmişdir. Kondensatorlu tutum müqavimətini soruşur. Tutum müqavimətinin düsturu 1/omega-C-dir. C-miz var, omegamız yoxdur. Omeganı necə tapırıq? Qrafik olanda demişəm, həmişə periodu tapmağa çalışın. Omeganın düsturu 2pi/T-dir. T vursa C. Burada isə X-ni tapanda deməli T qalxır yuxarı, T bölünsün 2pi/C olacaq. Hesablama qaldı. Periodu gəlin tapaq. Period nə qədərdir? Period tam bir dövrə sərf olunan zamandır. Buranı götürürdük. Bir hissəni götürürük, bir də buranı. Deməli, periodumuz bax 0,12 saniyədir. Yazıram 12 10⁻3 bölünsün 2 vur 3. C-də 5 10⁻6. Salam, hesablamadır. Bunlar ixtisar gedir, qalır 2. 2-ni 5-ə böləndə 0,4. 10 ifadələrlə baxanda 0,4 vurulsun. 10-3, yəni 400. B variantı. Davam edək. 39. Kondensator qoşulmuş dəyişən cərəyan dövrəsinə cərəyan şiddətinin amplitude qiymətinin, yəni IM-in kondensatorun elektrik tutumundan, yəni C-dən asılılıq diaqramı verilmişdir. Dəyişən cərəyanın dairəvi tezliyinin diaqramı müxtəlif nöqtələrin uyğun qiymətləri arasında hansı münasibət doğrudur? Demək, düstur seçirik yenə də. IM bərabərdir UM/XC. X-ni də açırıq 1/omega-C. Elə birbaşa yazıram. IM bərabərdir UM/omega-C. Bizdən omeganı istəyir. IM bölünsün. IM bölünsün. UM-C. Baxıram burada omega deməli IM ilə düz bircə dəqiqə cərəyan şiddəti verilmişdir. Dəyişən cərəyan tezliyi verilmişdir. Bir də gərginliyin amplitude qiyməti sabitdir. Gəlin bunu çıxaraq. Bu sabitdir. Deməli biz bunu necə müəyyənləşdirə bilərik? Burada IM/C nisbəti ilə omega düz asılıdır. Baxırıq nəyə? Demək, 1 və 3 nöqtələri bir xəttin üzərində yerləşib. Bir xəttin üzərindədirlərsə əgər, onda omegaları bərabər götürə bilirik. Deməli, omega 1 omega 3-ə bərabərdir. Bəs omega 2? Omega 2-ni necə müəyyənləşdiririk? C-ni sabit saxlamaqla i-ləri müqayisə edə bilərik. C-ni sabit saxlayanda omega ilə i düz asılır. Yəni, bu deməkdir ki, 3 2-dən böyükdürsə, deməli 1 3-ə bərabərdir və böyükdür 2 deyəcəyik. 1 3-ə bərabərdir, böyükdür 2-dən. Yəni Y variantı olacaq. 41-ci suala baxırıq. X-nin dəyişən cərəyanın verilmiş tezliyində, yəni omega sabitdir. Tezliyində tutum müqaviməti müstəvi kondensator lövhələrinin işçi sahəsinə asılı qrafiki hansıdır? Lövhə arası məsafə sabitdir. Lövhə arası məsafə D konstantdır. Yəni, eyni zamanda bunu da verir. X-ni yenə düsturuna müraciət edir. 1/omega-C. C-ni açırıq 1/omega. C-nin açılışı epsilon 0 S/D-dir. D qalxır yuxarı. Bunlar sabitləri dairə alırıq, gedir. X-ə C-dən necə asılır? Tərsi Y variantı. 43-cü suala baxırıq. 43-də bizə nə istəyir? Deyir, dövrənin tutum müqaviməti hansı ifadə ilə təyin olunur?
bizdən yenə də tutum müqaməti 1 böl omega C-dir. Ancaq C-ni tapmaq lazımdır. Burada görürsünüz, dəyişən cəryan dövrəsidir. İşarədən görünür, həm də U bərabər UM kosinus omega T verilib. Baxın, buradakı kondensatorumuz necə birləşmə? Ardıcıl. Ardıcıl birləşmədə birini götürüb sayına bölürdük. Yəni kondensatorun birinin tutumunu, yəni 4C-ni bölürəm. Neçə dənə var burada? 1, 2 dənə. 2-yə bölürəm. Edir 2C. Buradan alınan 2C ilə, yəni buradan aldığımız 2C ilə bu 2C isə paralel birləşib. 2C, 2C, 4C eləyəcək. Ona görə də olacaq 1 böl 4 omega C-yə. 45-ci suala baxıram. Dəyişən cəryan dövrəsinə ardıcıl olan lampa və kondensator qoşulmuşdur. Kondensatorun könülləri arasında dielektrik daxil etsək, elektrik dövrəsində hansı hadisə baş verər? Deməli, dəyişən cəryan dövrəsinə ardıcıl olaraq lampa və kondensator qoşulub. Deməli, dəyişən cəryan dövrəsinə qoşulub. C, bir də lampa. Kondensatorun köynəkləri arasında dielektrik gətirirəm. Dielektrik gətirən zaman gəlin görək burada müqamət necə dəyişəcək. Müqamətin dəyişməsindən də cəryan tapa bilərik. X-in düsturu 1 böl omega C-dir. C-ni açıram epsilon 0 S böl D kimi. Burada gördüyünüz kimi dielektrik daxil ediriksə X-i azalır. X-i azalırsa I bərabərdir U böl X-dən. X-i azaldığına görə I artır. Deməli, cəryan şiddəti artırsa lampanın göstərməsi artacaq. Yəni C variantı olacaq. 45-i yazdıq. İndi keçdik 47-yə. 47. Deyir ki, açarı bir vəziyyətindən iki vəziyyətinə keçirilərsə, sonra bu vəziyyətə keçirilir. Dəyişən cəryan dövrəsinə qoşulmuş ampermetrin göstərişi necə dəyişər? Yəni təsir edici qiymət soruşur. UM gərginlik sabit qiyməti, gərginliyin amplitud qiyməti sabitdir. IM bərabərdir UM böl XC-yə müraciət edirsiniz. Yenə də UM böl XC-nin açılışı 1 böl omega C, o qalxır yuxarı omega C kimi olur. İndi baxıram burada nəyə? Deməli, demək tutum əvvəlcə bir vəziyyətində olanda 2C idi. İndi iki vəziyyətinə keçirən kimi C oldu. Tutum 2 dəfə azaldı. Tutum 2 dəfə azalır. Bu sabit, bu sabit. Deməli, bunlar omega ilə OM sabitdirsə, deməli, IM də azalacaq. IM azalırsa, I bərabərdir IM böl kökdə 2-yə görə. Təbii ki, yenə də I də azalacaq. Təsir edici qiymət soruşur ona görə. Ampermetrin göstərişi təsir edici qiymətdir. Ona görə 2 dəfə azalar. Yəni variant B. 47-də B. 49. 3 eyni tutumlu kondensator sxemdə göstərgin dəyişən cəryan dövrəsinə qoşulmuşdur. A1 ampermetrin göstərişi I-dir. Buna aid işlədik əslində. A2 ampermetrin göstərişini isə soruşur. Siz burada nə edirsiniz? Yenə də bura I-dirsə, tutum burada ardıcıl birləşmədə C böl 2-dir. Tutum 2 dəfə artanda, deməli, bura gələn cəryanımız IM bərabərdir UM böl XC-yə görə. XC də açılır. IM bərabərdir UM vur omega C-yə görə. Tutum 2 dəfə azaldığına görə bura düşən cəryan 2 dəfə az olacaq. Yəni, onda buradakı, bura gələn cəryan I-dirsə, bura gələn cəryan I böl 2-dir. Onda A2 ampermetrin göstərişi bunların ikisinin cəminə bərabər olacaq. Yəni, 1,5 I. Yəni, variant A olacaq. Bu 49-cu sual idi. Bir də 50-ci suala baxaq. Uyğunluq müəyyən edin. Yalnız kondensator olan dövrədə gərgin rəqslərini azaltsaq, gərginlik rəqslərini azaltsaq, hansı kəmiyyətlər, fiziki kəmiyyətlər necə dəyişər? Kondensator gərginlik rəqslərini, tezliyini azaldıram. Yenə də düstura müraciət edeyim. IM bərabərdir UM böl XC açıram. UM vur omega C. XC-ni 1 böl omega C kimi yazıram. Rəqslərin tezliyini azaldıramsa, onda nə baş verəcək? Gəlin baxaq bir-bir. XC-ni də açıram. Onda da soruşacaq bizdən ona görə. 1 böl omega C, 1 böl omeganı da 2 pi nu kimi yaza bilərəm. 2 pi nu C. Bir böl 2 pi nu C. Deməli, burada nə olacaq? Birinci artar nə? Bu azalanda təbii ki, bu artar. X-i artar. Tutum müqaməti artar. Gəlin baxaq. 1-ə onda C uyğundur. Tutum müqaməti artar. Sonra nə artacaq? Cəryan rəqslərinin periodu da tərs asılıdır. T bərabərdir 1 böl nü. Nü ilə tərs asılı olanlar artacaq. C və D bir aiddir. Azalar nə azalar? Cəryan şiddətinin qiyməti azalar. Deməli, cəryan şiddətinin amplitud qiyməti azalar. 1-ə B, 2-ə B, daha doğrusu 2-ə B. Sonra
Başqa variant uyğun gəlirsə onu da seçərik. B də seçildi, D də seçilib, qalıb A və Y. Kondensatorun elektrik tutumu. Elektrik tutumu niyə dəyişsin ki? Elektrik tutumu axı tezlikdən asılı deyil. Ona görə də deməli biz bura seçirik A-nı, dəyişməz A-nı seçirik. Gəlin görək bəs Y nədir? A-nı da seçdik. Cərəyan rəqsləri, cərəyan işləyən rəqslərlə gərgin rəqs arasında fazalar fərqi. Kondensator qoşulmuş dövrədə fazalar fərqi dəyişməyəcək. Çünki faza fərqi bunlar arasında əvvəlcədən tapılmış pi/2 qədərdir. Ona görə də Y də aiddir deməli 3-ə. Belə bu qədər.